düzgün qidadan başlayır. Organik qidaların faydaları az qiymətləndirilir, yoxsa şişirdilir? Pestisitlər artıq 25 ildir ki, ehtimal olunan kanserogenlər kimi tanınır. Müxtəlif pestisitlər müxtəlif xərçəng növləri ilə əlaqələndirilib. Bu təsirlər ya birbaşa DNT və xromosomlara zərər verməklə, ya da epigenetik dəyişikliklər yolu ilə, yəni genlərin necə işlədiyini dəyişdirərək baş verir. Amma bu, əsasən pestisitləri birbaşa səpən işçilər üçün keçərlidir. Qidaların üzərində qalan pestisit qalıqları isə çox daha aşağı səviyyədədir. Son illərdə pestisitlərin çox istifadə olunduğu ərazilərdə yaşayan insanlarda xərçəng halları artıb. Bəs mağazadan aldığımız qidalar necə? Organik meyvə və tərəvəzlərdə pestisitlər daha azdır. Amma adi məhsullardakı səviyyələr də adətən qəbul edilən təhlükəsizlik limitlərindən aşağıdır. Bununla belə, elm aləmində hələ də mübahisə var. Çünki biz tək bir pestisidə yox, bir neçə pestisidin qarışığına məruz qalırıq və bu, təsdiqləmə prosesində həmişə nəzərə alınmır. Üstəlik, pestisitlər parçalandıqda dioksinlər kimi zəhərli maddələr də yarana bilər. Başqa bir məsələ də kadmiumdur. Bugünə qədər aparılmış ən böyük icmalda yüzlərlə tədqiqat analiz edilib və məlum olub ki, organik qidalarda həm daha çox antioksidant və fitonutrient, həm də daha az kadmium var. Bu yaxşı xəbərdir, çünki kadmium qurğuşun və civə ilə birlikdə ən zəhərli ağır metallardan biridir və bədəndə yığılıb qalır. Organik məhsullarda kadmiumun təxminən yarı qədər az olması arzu olunandır. Kadmiumun əsas mənbəyi adi kənd təsərrüfatında istifadə olunan fosfat gübrələridir. Amma unutmayaq, bütün organik qidalar avtomatik olaraq sağlam deyil. Organik qida sənayesi artıq 10 milyardlarla dollar dəyərindədir. Bu artım təkcə kök satmaqla olmayıb. İndi pestisitsiz çipslər, organik konfetlər də var. Organik olmaq, sağlam olmaq demək deyil. İnsanlar məsələn, organik Oreo peçenyelərinin daha az kalorili olduğunu düşünüb, daha çox yeyə bilirlər. Araşdırmalar göstərir ki, insanlar organik desert seçdikdən sonra idmandan imtina etməyə daha çox haqq qazandırırlar. Hətta bu təsir heç desert yeməməkdən belə güclü olub. Yəni, organik zibil qida yenə də zibil qidadır. İnsanlar təkcə organik qidaların faydasını yox, pestisitlərin riskini də şişirdirlər. Bəzi insanlar düşünür ki, adi qidalardakı pestisitlər ABŞ-da avtomobil qəzaları qədər ölümə səbəb olur. Bu cür düşüncə təhlükəlidir, çünki insanları meyvə tərəvəzdən uzaqlaşdıra bilər. Əgər ABŞ əhalisinin sadəcə yarısı gündə bir porsiya artıq meyvə tərəvəz yesəydi, ildə təxminən 20 min xərçəng halının qarşısı alınardı. Bu, tərəvəzin nə qədər güclü təsir olduğunu göstərir. Hətta həmin əlavə meyvə tərəvəzlər adi məhsullar olsa belə, pestisitlər səbəbilə cəmi 10 əlavə xərçəng halı yaranardı. Yəni, ümumi nəticə, ildə 19.990 xərçəng halı önlənir. Bu araşdırma adi məhsul istehsalçıları tərəfindən maliyyələşdirilib və risklər azaldılmış ola bilər, amma əsas nəticə doğrudur. Adi meyvə və tərəvəz yeməyin faydası pestisid riskindən qat-qat üstündür. Amma əgər seçim varsa, niyə riski sıfıra endirməyək? Razıyam. Sadəcə pestisid qorxusu bizi daha çox meyvə tərəvəz yeməkdən saxlamamalıdır.